Salam. Bugünkü videoda mən sizə ingilis dilində sadə cümlə quruluşu haqqında danışacağam. Və biz birlikdə sadə cümləni qurandan sonra e, mürəkkəb cümləni də quracağıq və bu prosesi mən sizə addım-addım izah edəcəm. İlk öncə deyim ki, ingilis dilində cümlə quruluşu Azərbaycan dilində olduğundan nisbətən fərqlidir, yəni. Çünki ingilis dilində söz sıralaması, cümlədə olan söz sıralaması fərqli şəkildə gəlir. Ona görə tələbələr bəzən danışıqda bunu çətinlik çəkirlər. Yəni bu səhvlər bəzən aydın görünür. Yeni öyrənənlərdən söhbət gedir. Ona görə istəyirəm buna daha çox fikir verək və öyrənərkən cümlələri düzgün qurmağa çalışaq və bu şəkildə düzgün başlayaq. İngiliscə klassik formul, cümlə quruluşu üçün klassik formul SVOPT. Yəni bu formuldan istifadə olunur. Halbuki bu formulda cümlə quruluşunun yəni üzvləri görünür. Yəni ki, biz birinci dərəcəli üzvlərlə ikinci dərəcəli üzvləri burada artıq görmüş oluruq. Fikir versək, SVOPT, yəni bizdə burada SV, subject, verb, yəni mübtəda və xəbər. İngilis dilində ümumiyyətlə cümlələr hər zaman mübtəda və xəbərlə düzəlir. Birinci mübtəda gəlir, ondan sonra dərhal xəbər gəlir. Yəni bu hər zaman belə olur. Əgər cümlə əmr cümləsi deyilsə, əmr cümlələrində olur adətən xəbər əvvəldə gəlir, yəni feil əvvəldə gəlir. Amma sadə cümlələrin hər birində mübtəda və ondan sonra xəbər gəlir. Bir daha təkrar edirəm ki, ingilis dilində söz sıralaması bu şəkildədir. Yəni baxsaq, Azərbaycan dilində biz xəbəri adətən 3-cü, 4-cü sırada versək, ingilis dilində bu dərhal ikinci gəlir. Mən bunu izah edəcəm. Baxın, sadə şəkildə cümlələrə baxaq. Subject verb, fikir verin. Müvafiq olaraq he walks, he subject, walks xəbər, yəni verb. We played. Zamana görə dəyişir. Məsələn, indiki sadə zamandadır bu cümlə. İkinci cümləmiz keçmiş zamanda, üçüncü cümləmiz indiki davam edici zamanda. Fərq etmir, yenə də hər birində mübtəda xəbər ardıcıllığı öz yerini qoruyur. Digər üzvlər isə, yəni ikinci dərəcəli üzvlər isə gördüyünüz kimi object, tamamlıq, place, məkan, time, zaman. Yəni place, məkan dedikdə, yəni yer zərfliyi kimi başa düşə bilərik bunu. Adətən bizdə o şəkildədir, amma yəni məkan desək, yəni tam aydındır bizə. Bu gördüyünüz cümlələrdə isə mən bunları yazmamışam. Amma o demək deyil ki, yəni, bunlar da yəni cümlədir. Sadə cümlə ingiliscəsində bu şəkildə olur. Yəni bunları əlavə eləsək də sadə cümlədir. Çünki bu bir xəbər olan cümlə adətən ingiliscə sadə cümlə hesab olunur. Amma bunlar daha detallı cümlə olması üçün daha detallı olmasına xidmət edir, belə deyək. Və sonraki cümlələrdə mən bunu sizə göstərəcəm. Baxın, məsələn, burada artıq bizdə he walks in the park every morning. Məsələn, bir dənə buna baxaq. Yeni şeydir, baxın. He walks bizim birinci cümləmiz idi, yəni ən sadə cümlələrimiz idi, mübtəda və xəbərli cümlə. Artıq mən o SVOPT qaydasında həmin formula uyğun olaraq biz burada vermişik. Sadəcə bir dənə obyekti verməmişik, tamamlıq yoxdur. Çünki baxın, özünüz görəcəksiniz. He walks in the park every morning. O parkda hər səhər gəzir. Bir də onu deyim ki, yəni biz adətən zamandan danışırıqsa, zaman həm əvvəldə ola bilər, həm də sonda. Məsələn, biz deyə bilərik ki, every morning he walks in the park. Bunun heç bir fərqi yoxdur, siz verə bilərsiniz, vurğulaya bilərsiniz, əvvəldə vurğulamaq istəyirsinizsə, zamanı əvvəldə verə bilərsiniz və yaxud da ki, sonda. Amma ya əvvəldə olur, ya sonda olur zaman. Yəni, buna diqqət edin. Amma məkanı isə çalışın, yəni zamandan əvvəl, zaman yoxdursa sonda bu şəkildə cümlədə işlədin. Amma sıralamaya fikir verin. Yenə də he walks in the park every morning. Amma Azərbaycan dilində biz bu şəkildə demirik ki, o gəzir parkda hər səhər. Biz adətən Azərbaycan dilində o parkda hər səhər gəzir ya da hər səhər o parkda gəzir. Fikir verin. Yəni sıralama fərqlidir. Amma ingilis dilində belə deyil. O gəzir parkda hər səhər. Bu şəkildə olacaq.
Və ikinci cümləyə nəzər yetirək. Burada artıq I played football in the yard yesterday. I played football. Fikir verin. Mən futbol oynadım. Keçmiş zamanda vermişik bunu və futbol burada artıq tamamlıq kimi başa düşə bilərik bunu. Objekt kimi. Yəni burada qeyd eləmişəm. Ə, Məkan olaraq in the yard. Yesterday gördüyümüz kimi zamanı yenə burada sonda bildirmişəm. Həmin cümlədə isə, bu ikinci cümlədə isə bütün gördüyümüz o SVOPT qaydası, yəni dediyim o sıralama ki var, artıq tam olaraq öz əksini tapmışdı. Fikir verin. Bir daha bir yerdə baxsaq, bunu biz görəcəyik. Subject, verb, object, time. Subject, I played. Verb, futbol, yəni nəyi oynadım? Object, tamamlıq. Place, time. In the yard yesterday. Yəni bu şəkildə sıralama artıq burada öz əksini tapıb. Mən bu cümləni qurandan sonra bayaq dediyim kimi, qeyd etdiyim kimi mürəkkəb cümləni də qura bilərəm. Mürəkkəb cümlə üçün iki sadə cümlənin birləşməsindən yaranan cümlə bilməliyik. Yəni bu şəkildə mürəkkəb cümlə qurulur. Daha dəqiq desək, yəni iki cümlənin, iki sadə cümləni, iki xəbəri olan cümlənin bağlayıcı ilə birləşdiririk və nəticədə mürəkkəb cümlə alınır. Yəni bildiyimiz kimi də çətin deyil. Sadədir, diqqətli olsaq onu da başa düşərik. Fikir verin ilk cümləyə. He walks in the park every morning. Baxırıq. He walks in the park every morning. Buranın bir xəbəri var. Var. Okay. Və mən ikinci cümlə demək istəyirəm ki, he is in a good shape. O, bunu izlə vermişik. Yəni, bu bizim xəbərimiz kimi sayılır. Yəni, fail olmasa da bildiyimiz kimi to be yaxşı formadadır. Azərbaycan dilində dırdır, durdur sonluğu kimi başa düşülür. He is in a good shape. Və iki cümləni birləşdirərək biz bir cümlə şəklində, mürəkkəb cümlə şəklində əgər alındırmaq istəsək, bizə so bağlayıcısı kömək edəcək. Yəni, buna görə də belə ki, kimi tərcümə olunur və bu hər iki cümləni birlikdə bu şəkildə biz yaza bilərik. Fikir versəz, he walks in the park every morning, so he is in a good shape. Fikir versəz, artıq biz mürəkkəb bir cümlə əmələ gətirdik. Sadədən mürəkkəbə doğru gələrək. İlk cümləmiz gördüyünüz kimi buydu. He walks. Artıq o SVOPT qaydası ilə biz bütün o qaydalara əməl edərək bu şəkildə cümləni düzəltmişik və ikinci sadə cümləni də buraya əlavə edərək tam-tamına bir mürəkkəb cümlə yarada bildik. Ümid edirəm sizə aydın oldu. Baxdığınız üçün təşəkkür.